Hamınıza salam değerli YouTube izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün ördəklərimizə, cücələrimizə yem verəcəyik. Əvvəlcə keçirik, baxın bu yemdən veririk. İndi sizə ətraflı deyəcəm hansı yemdən verəcəyik. Bu yemi balalar tökmüşük. Sularımızı da qablara tökək. Açaq. Baxın yemlərini də tökmüşük qablara. İndi sularını tökürük. Bu sularını tökdük. Keçək balalar üçün. Oradan böyüklərdir. Böyükləri vannada qoyuruq. Yaxalayaq. Və bunu da tökdük. Hinimizin qapısını açırıq. İndi əla mənzərələ qarşılayacaqsınız. Buyurun. Bu da bizim ördəklərimiz. Hərələri öz yerlərinə keçsin. Siz bu tərəfə. Siz gedin. Onların yeri oradır. Balacalar, böyük ördəklərə, balalara eyni veririk böyüklərinə. Bunu da bunlar üçün tökək. Baxın, biri burada xəstədir, ayağı axsıyır. Yeni heyvan da alacağıq bu sürümüzə. Sürüyə başqa heyvan, xeyir verməyənlərdən dovşan qatılacaq. Baxın, onlar orada yeyir. Toyuqlarımızla bir yerdə yeyir. Artıq o böyüyüblər. Sizin yeminiz başqadır. Cücələri, ördəklərə başqa ördək yemi ayrı, cücə yemi ayrıdır. Eyni verənlər də var, ancaq biz ayrı veririk ki, hərənin öz yemi var. Gök olsunlar. Bunlar əvvəli baxın bu kondisioner içində qalırdı. İndi amma qalmır. Bu yemi biraz getirin. Baxın bunlar qolluyor. Onlar rahat yesin. Bunlar da yediler. Bunlar ikisi de Pekində. Əvvəl elə bildim o böyük ağqara kəndi ördəyidir, yerlidir, ancaq xeyr. İkisi Pekində, bir dənə bu ayrı ördəkdir, bu Kuban ördəyidir. Siz yeyin orada. Bunları da vermişik. Bəs eləmədi, nəsə. Hoşuma gəlmədi ayrımçılıq. Biraz da aparıb. Bura tökürəm. Az oldu deyənə. Bu çox. Gəlin. Baxın, belə kuşkanın içindən yeyirlər. Bunlar 2 aylığıdır. Mayın 20'si alınıb. İyun. 2 ayı tamam olacaq, ayın 20'si. 40 günlərdir hələ. 49 günlərdir, sanki 50 günü. Bir ay 20 günlüdülər. Bunlara da eyni yemdən veririk. Şimdi keçək. Nə yemi veririk? Onu da ətraflı göstərin. Yemlər içərdədir. Türk toyuğumuz da ayın 18'i çıxartmalıdır yemi. Ayın 16'sı, 17, 15'i çıxartmalıdır. Baxın, Kürt toyuğumuz buradadır. Görürsünüz.
Altında avstratot yumurtalardır. Sual da verirsiniz ki, qoymaq olar altına başqa sesar və yaxud da avstratot, bəli, qoymaq olar, fərqi yox. Əsas odur toyuq olsun. Ördəyi də qoymaq olar, amma az sayda. Deməli, toyuqlarımıza, cücələrimizə, toyuqlarımıza veririk. Avstratot cücələrimizə başlanğıc broiler böyütmə yemi. Burada da indi isə Evim Cerebrist yemlər veririk. Keyfiyyətli Evim Cerebrist yemi. Bunun içində var Cerebrist yem. Bunun içində var bu yemlər. Cerebrist yemi. İçində var bahalı kilosu 2-3 manat alınan gücləşdirici, böyüdücü yem. Sonra içində əlavə olaraq qatqı buğdana yarmadır. Sual verirsiniz ki, niyə buğdana yarma eyni şey deyil? Xeyr. Buğdana yarma eyni şeydir. Sadəcə yarmanı yeyirlər, sonra onun dadını bildikdən sonra buğdanı da görüb yeyirlər. Qarışıq olur, tam görsənmir. Ona görə veririk. Ördəklərimizə isə ancaq buğda yarması veririk. Paketlərdə var. Balalarımıza da buğda yarması veririk. Qarğıdalı ilə qatışdırıb. Təbii ekstraktlı yemlər verilir də. Yəni ucuz yemlər alınıb verilir. Bahalı verilir ki, daha keyfiyyətli, kökəldici olsun. Böyüklər də yedilər, getdilər. Onlar üçün suda dolduracağıq. Bugün baxım videosudur. Əgər 22 abunəyə çox sağ olun. 30 abunə olanda bunlar yəni yerdə qalanlar yığmırıq. Sadəcə içində bəzi zirzibillər yığırıq ki, təmiz olsun. $30 abunədə yenə video gələcək. Sadəcə burada abunə söhbəti deyil. Hər gün videolarımız gələcək. Sadəcə 30 abunə fərəhləndirmək üçün istifadə olunan təbii ki, abunəyə görə mən paylaşmıram. Sadəcə bilməyənlər bilsin. İkinci videoda isə bu bizim 6-cı, 7-ci videomuzdur, səhv eləmirəmsə. Sabah isə yeni gələn video, sabah saat 12:00-da yeni video gələcək. Üzr istəyirəm, sabah saat 13:00-da yeni video gələcək. Bunlar da yedilər, doydular. 13:00-da gələn video görəcəksiniz təbii ki. İndidən sizə qısa ipucu verin, biləsiniz ki, sabah gələn video ördəklərə baxım videosu olacaq. İndi qarışıq idi, sabah isə sırf ördəklər üçün olan baxım videosudur. Bunlar da bayırda qalır, çox böyüyüblər. Bir dənə o ortadakı ördək balaca qalıb. Çünki onun qırtı durmuşdu ayağa, toyuğun altına bastırmışdıq. Toyuq durdu ayağa deyənə, o sındıranda yumurtalar hamısı boş çıxdı, bir dənə bu dolu çıxdı. Bunu da 25 günə yoxladıq ki, isti olmalıdır da, tez çıxardaq ki, istinin altına qalsın. Qoyduq toyuğun altına, toyuq özü saxladı. Ona görə yarımçıq çıxıb o yumurtadan, ona görə hələ də balaca qalıb o. Yəni böyümür. Elə bir ki, isti qaynar qazanda qaynayıb balacalaşıb. Keçirik su tökməyə. Sürü artıq böyüyüb. Sayını deməyəcəm. 30-40 abunədə yeni sürüyə heyvanlar əlavə olunacaq. Orada təbii ki, deyəcəm. Sularını tökək. Baxın, su belə qaralıb, neçə gün yadımdan çıxıb, mən evdə olmamışam. Ona görə short videolar gəlir də. Çox videolar gəlmirdi, evdə yox idi. İndi 4-5 gün olmamışam evdə, daha doğrusu 2-3 gün. Su qaralıb, indi tökəcəm. Bu deşiklərdə, baxın, ördəklər açır. Bax, bu yerdəki deşiklər. Ağızlarından açırlar. Bunu böyle karıştıralım.
Bunu bir dənə yaxşı yuyaq. Suları da orada dolur. Hal-hazırda biz gedək onları göstərək. Su burada dolsun. Su az gəlir. Az açmışıq ki, ördəklər həm də çirkindən su gələ-gələ baxın. Gəldilər ora. Görürsünüz. Balacalar burada çimir. Həmçinin orada da çimir. Bu qablara da su qoyacağıq. Avstrotoplarımıza yemlərimizi də verdik. Şimdi keçək yenə. Görək ki, yumurta var. Toyuğumuz azdır. Hal-hazırda 3-4 dənə də əsas toyuq vardır. Cücələr, avstrotoplar çoxdur. Elimizdə hal-hazırda yumurta yoxdur. Biz bura ancaq gələ bilərik saat 12-1-də, 1-də 2-də, 12-də 1-də gəlib yumurta götürə bilərik buradan. Çoxlu. Bu Pekin, əsl Pekin ördəyidir. Əvvəllər də qaça bilmirdi, bunu heç tutmaq olmurdu. İndi o qədər əvvəllər çox kök idi. Balaca olanda bilin ki, baxın, ördəklər balaca olanda, həmçinin cücələrdə qarnına verir gücünü, qüvvəsini qarnına verir, kökəldir. Böyüyəndə isə artıq 15 bir aydan sonra isə boyuna verir. Baxın, bunlar hal-hazırda çox böyüyüblər. Əvvəllər həm kök idilər bunlar. İndi arıqlayıblar, ancaq hündürləşiblər. Baxın, əvvəlki videomuzla indiki videomuz arasında çox fərq qalıb. Bəs sizcə də bu sualı yoruma qoymaq sualca paylaşacağım. Bunu deyin. Saxlamaq üçün sərfəli ördəkdir, qaz yoxsa toyuq? Hansı ördək, qaz yoxsa toyuq? Saxlamaq üçün sərfəli ördəkdir, qazdır yoxsa toyuqdur? Bunu bir dənə yazın. İkisini də seçə bilərsiniz, birini də seçə bilərsiniz və yaxud da hamısını da seçə bilərsiniz. Sizin fikriniz, onu sizə buraxıram. Baxın, bunlar artıq ayrı gəzir. Bir-birlərindən ayrı gəzir. Çünki artıq öyrəşiblər. Əvvəllər bunları pişik yedi də çoxunu. Balalar bunlar çox idi. Hal-hazırda yenə ördəkimiz var. Məsələn, küt yatıb. Onları da etap-etap videolarda göstərəcəyim. Cücələrimiz çıxanda qırtdan, küt yatan toyuqdan göstərəcəyim. Bunlar artıq ayrı-ayrı gəzirlər. Çünki yekədir, pişik bunlara dəymiş. Ayrı-ayrı gəzirlər, qorxmurlar da. Yəni pişik qorxusu yoxdur da, ayrı-ayrı gəzirlər. Belə birləşirlər ki, toplaşsınlar. Pişik qorxusu yoxdur deyəndə ayrı-ayrı gəzirlər. Nəzarətdədir 7. 7-12 nəzarətdədir. 12 saat nəzarət olunur. Sular da baxın, burada təmiz su qoymuşam. Orada çiklidir. 2-3 gündən qalıb, o təmiz vedirə deyil. Gedib o çiklidən içirlər. Bunlar çiklini xoşlayır. Mən indi bunu boşaldıram ki, çikli suyu içib, parazitləri yeməsinlər. Parazit var çikli suyun içində. Gedib, baxın, oradan yesinlər, içsinlər. Yeməklər hal-hazırda yenə qalıb. Yem qablarında. Mən əslində burada da yem var idi. Bunu da verəcəkdim, daha vermədim. Bilirsiniz ki, əvvəllər ördəklər burada qalırdı, indi daha burada qalmır. Çünki böyüyürlər, yer tələb edirlər çoxlu. Baxın, burada da su var əlavə. Çünki yayda buxarlanma çox olur istidən. Ona görə suyu çox qoyuruq ki, yəni ki, məsələn, 4 qabdan ikisi buxarlanır, ikisi qalır sudan. Suyun 3də 1 hissəsi, 4də 2 hissəsi suyun buxarlanır həmişə yay vaxtı. Qış vaxtı isə yox. Çünki havalar isti olanda rütubət qalxır. Temperatur qalxır, rütubət düşür. Burada yemlərimiz. Burada da kürt toyuğumuz üçün burada tikanlara üzürlü sayın. Çünki tikan var, təmizlənəcək. Burada yem qabısında yem qoyacağıq. Çıxardacağıq arada, özü çıxır da. Burada da su qabısı. Su qabısı da mən istidir. Soyuqdur suyu. Çünki axşam soyuyur da suyu. Hava axşam düşür, temperatur. Ona görə. Ördəklərimiz də burada da yemləri də yeyiblər, doyublar. Orada da artıq qalan yemləri ac olsalar yeyəcəklər, həmçinin qabda da. Bir videonun da sonuna gəldik. Həmişə belə videoların gəlməsini istəyirsinizsə, zəhmət olmasa çox xahiş edirəm. Abunə olmusunuz,
8 abunədən qalxdım oldum 10 abunədən, daha doğrusu qalxdım oldum 3 saatın içində, 4 saatın içində mən oldum 22 abunə. Düşünə bilirsiniz, 10 abunədən 2 saatın, 3 saatın içində oldum 22 abunə. Sular da oradan axır, indi dəyişir. 22 abunə oldu. Çox təşəkkür edirəm sizə. Təşəkkürlərimi bildirirəm ki, abunə olursunuz, dəstək olursunuz və belə videoları öyrənmək istəyirsinizsə, bilmək istəyirsinizsə, kanala abunə olub like atmağı unutmayın. Sabah da saat 13:00-da video gələcək. Sağ olun, salamat qalın.